Facebooku Azərbaycanlılar icad edəsəydilər, siz onun adını nə qoyarlar? Öyle kompüterler Ruslar diyor ya. Kompüter Ruslar. Kompüterler hoş. Kompüter. Düzdür. Bilgisayar da Türkçe bilgisayar yani bilgi sayı. Amerika Birləşmiş Ştatlarının 2 dənə ştatı var. Ha, O boyda Amerika Birləşmiş Ştatlarının 2 dənə ştatı var. ya işte. Hansılardır? BMT, BMT, sonra MTN, MTN, bir de neydi? Aş. Aş, Ha, o aştı. Aşya. 1973'te Azerbaycan'a bir tane kosmonavt olup Karagand'dan uçup. Benim adı yadıma çıkıp üzü sürəm mən. 7 Azerbaycan'a oğlan olub. 1973-cü ildə səhv eləmirsə Karagand'dan uçup. Ben orada əskərdə olmuşam. Anar Musayev, Pamoymu, 100%. Anar Musayev. Tamam, müsait. Dəqiq tapdım mən. Anar Musayev 7 bizim Azərbaycan xalqının birinci kosmonavtı Anar Musayev. Braziliyanın paytaxtı. Paytaxt Amerika'da. 20 yanvar haqqında. Heç mən Niyə? Geçirəm, məşq etməli. Axı bu bizim tariximizdir. Tarixdə mən məşq etsəm, məşq etməliyəm. Sən bunu bilməlisən. Bilirəm, mən prosta məşq et. Nə bilirsən? Mən. 20 yanvarda faciə olub da, 20 yanvar haqqında faciə olub. Nə faciəsi? Niyə olub? Kim gəlib? Ermənilər Azərbaycanları işğal ediblər, o torpaqlarını. Onda biz burada nə gəzirik? Axı bura işğal ediblərsə biz burada niyə yaşayırıq? Ölkəmizin devizi nədir? Divizi, müstəqillik, Sonra vətənpərvərlik, bir də qaldı. bir də ki, müsəlman, religiyada, Azərbaycan da necə idi? Azərbaycan dili deyəməm, mən Rus sektorda oxuyuram. Daxili İşlər Nazirliyi. Hə, bəli, bəli. Koroğlu'nun atasının adı nə olub? Dede Gorgun. Koroğlu. Dede Gorgun. Böyle bilmedim sağlaması çömeyle de. Ne olar ki insan ki sevden çıkan. Koroğlu'nun atasının adı? Yok bilmedim ben. Alı kişi. Alık kişi. He, laf ya. Bilmem ya işte. Newton'un başına alma düşəndə o nəyi kəşf etmişdi? Almanı. Birinci dəfə gəmini düzəldən belə fikirləşib ki, su hardakı dəyərində orada gəmi batmır. O ki dayaz yerə gəldi, batır. Kim xəyanət eləsə? Qız? Gəlin belə fikirləşək. Sevinərəm. Sevinərəm. Pil gülləsini kim tikib? Şair olar da. Hansı şair? Çoxdan şairlər olar, biz nə tanıyarıq. Kaç okean var? 4 dənə okean var. Aha. Hind okeanı, Sakit okean, Şimal Buzlu okean, bir də ki Ölü okean, nə deyəsən? İstənilən söz. Həm kədərləndirər, həm də güldürür. Güldürə bilər. Baxır sözün altında nə məna var. Bakı elektrik şəbəkəsi. Bu söz deyil, söz birləşməsidir. Yaxşı, yaxşı cavab verdiniz mənə. Metropoliten sözü. Metropolitan sözü. Necə, bax bu söz məni kədərləndirsin və sevindirsin. Deyim də sizi də kədərləndirə bilər. Əlsiz zəhmət olmazsa. Hə, deyim də sizi başda. Bizi kədərləndirə bilər. Yəqin ki... Kədərləndirməz. Əlsiz zəhmət olmasa. Bunu mən bilmirəm qardaş. Sovet, Sovet, sosialist. sosialist namus. Birinci bir iş olanda sən hansı bir işlərdə fəaliyyət kimi sən mal başlananda uşaq çox olur, işlər çox olur. Ondan sonra yaşlı da var, bir də cavan da var. Mən birin elə geyini, son bir sene yemək elə yeyəndə, adam baxarsan ki, bunun çəkib qəşəng rasiyə vermir. Yumruğu ağzına vurduğum gibi Pis bratan. Ona gərək evlənəndən sonra yəni cinsi əlaqədə ola bilərlər. Belə evlənməmişdən qabaq brat elə oğlan özündə də ki səhv brat başa düşdün o. Yəni elə hərəkət edirsə brat, yəni o hələ özü bespantovdur da, yəni bratan o evlənəndən sonra təmiz gəlin olandan sonra halallığı ilə bratan. Prosta ki bratam sən necə indiki bir dəqiqə cavanların çoxsun brat, sevgin brat yataqda tapırlar. Başa düşdün hələ çoxu da ona görə olur. kafanı sıkar. Siktir git lan. Siktir git ağzını burnunu kırarım şimdi. Nə ilə planlarınız nədir? Yenimizdə yaxşı yeni olanda rahatca
Nətər o? Yeni ilə planlarla da ayın 31-ni eləmək istəyirsən? Niyə bax kimsə adamın yanında əsnəyəndə o birisini də əsnəməyi tutur? Mən heç vaxt sən bana bir səhər biri yuxudan durur, lap tezdən, bir də ki zəng edib durdurursun yuxunun şirin yerindən. Nəsə bir işi qalsın tələs. Yox gedin ya. Ovu vuen, enye tuen vuen, ugbem, osas. O da müsəlmançılıqdan gəlir. Müsəlmanlıq ondan. Yox, əsnəməyin müsəlmançılığı. Müsəlmançılıq qanunu var. Allah baba elə edir. Ən çox da gənc əllərdə. Bakıda azdır əsnəmək. Əsnəmək bildinizə nə edir? Bilirəm, ağzı tutursan nə? Hə. Gəncəllər? Gəncəllərdə çox olur adətlər. Onlar da Bakıya köçüb gəlirlər, kontakt yaranır, onlara da keçir. Sayın Başkan, siz mi susturacaksınız, ben mi susturacağım? Shakespeare adlanıb ancaq bilmirəm nə olub, ancaq başqa ölkədə bir Shakespeare adla olub, ancaq nəsə adı var. Ancaq hansı ölkədə nə olub adını bilmirəm. Azərbaycan əhalisi nə qədər bilirsiniz? 8000'den yukarıdır. 4 ildir fala baxıram. Güclü vergi var. İnsanların üzündən onların talilərini oxuyuram. Ona görə hər kim talihini oxusam, əsasən kişi xaylaqları mənə eşq elan edirlər. Siz hardan bildiniz ki, ümumiyyətlə mən ayrılmışam? Mən oxudum sənin üzündən. Mən onu ərəb hərflərindən oxuyuram. Yoxsa məsələ ondadır ki, mən heç vaxt evli olmamışam. Dünyada ən lazımlı peşə səncə hansıdır? Dünyada ən peşə yaxşıdır nəsim bazarı. Orada rahatca oxuyursan, işləyirsən, müəllimlər yaxşıdır rahatca. Yox, ən lazımlı peşə Nəsim bazarı dedin? Bəli, Nəsim bazarı. Niyə Nəsim bazarı? Niyə? Çünki orada yaxşıdır. Müəllimlər də yaxşıdır, hamısı yaxşıdır. Gel burayı terk et kardeşim.